Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki bölməmiz metalın emalı texnologiyasıdır. Metalın emalı texnologiyası və metallar haqqında ümumi məlumat, nazik təbəqə metal və məftil mövzumuz 14-cü mövzudur. 14-cü mövzu. Gəlin görək bu mövzudan nə öyrənəcəyik? Metallar haqqında öyrənəcəyik. Metalları necə əyri, metalları necə, belə deyək də, alətlər, hansı tərtibatlarla biz metal üzərində işləyirik, iş yeri necə olmalıdır, necə düzəldə bilirik metalları və onların əyilməsini, təmizlənməsini öyrənəcəyik bu bölmədə və yaxud da ki, yapışdırılmasını. Gəlin mövzumuza baxaq. Hər gün biz çoxlu sayda metal əşyadan, məişət və mətbəx avadanlığından, elektrik cihazlarından və s. istifadə edirik. Velosipedlər, avtomobil kuzovları, mühərriklər, cürbəcür dəzgahlar, gəmilər, təyyarələr və s. Bütün bunların əsas hissələri nədən hazırlanır? Metaldan. Bəli. Məişət əşyalarında, mətbəx əşyalarında, mətbəx avadanlığında bəli, metaldan hazırlanan belə deyək, əşyalarımız var. Elektrik cihazlarında metaldan, məftil deyəcəkdim, metaldan istifadə olunur. Demək olar ki, ətrafımızda çox sayda metaldan istifadə olunan əşyalar görürük. Metalların möhkəmlik, bərklik, istiliyə davamlılığı və s. bu kimi üstün xüsusiyyətləri onları inşaat işlərində, əmək alətlərinin və məişət əşyalarının hazırlanmasında əvəz olunmaz edir. Buradan fikrimizi ümumiləşdirsək nə öyrənəcəyik? Metallar hansı xassələrə malikdir? Möhkəmlik, bərklik, istiliyə davamlılıq və s. Bəli, bunlardan da bu üstün xüsusiyyətlərinə görə biz onlardan inşaat işlərində, əmək alətlərinin, məişət əşyalarının hazırlanmasında istifadə edirik və əvəz olunmazdır. Metallar iki növə bölünür. Qara metallar, bir də əlvan metallar. Metallar iki əsas növə bölündü. Qara metallar və əlvan metallar. Qara metallara dəmir və onun ərintiləri. Bəli, yaxşı yadımızda saxlayaq. Qara metallar nə idi? Dəmir, onun ərintiləri. Buna nə aiddir? Bax, testlərdə rastlaşacaqsınız. Çuqun hansı metal növünə aiddir? Bəli, çuqun qara metallara, polad qara metallara, manqan qara metallara aiddir. Deməli, qara metal nə oldu? Dəmir və onun ərintisi. Buna nə aid oldu? Çuqun, polad, manqan. Bəs digər metallar hansılardır? Digər metallar əlvan metaldır. Digər metallar və onların ərintiləri. Deməli, çuqun, polad, manqan bunlar oldu qara metallar. Digər metallar və onların ərintiləri, məsələn, bir neçə metalın əridib birləşdiririk. Bəli, bu əlvan metaldır. Bunlar digər metallara nümunə nə ola bilər? Məsələn, nikellə qalayın əridilməsi, mislə qalayın əridilməsi. Bax, bunların, belə deyək də, ərintiləri əlvan metalları təşkil edir. Gəlin, baxaq bir də əlvan metallar hansılardır? Nikel, qalay, mis, qurğuşun, sink, alüminium, titan, maqnezium, qızıl, gümüş. Deməli, biz buradan desək ki, çuqun, qalay, qurğuşun. Burada hansı əlvan metaldır? Təbii ki, çuqun qara metaldır, qalay qurğuşun nə olacaq? Əlvan metal olacaq. Və yaxud da ki, bizdən soruşur ki, qara metalları tapın. Qurğuşun, sink, alüminium, manqan. Bəli, biz artıq əzbər bilirik ki, çuqun, polad, manqan qara metaldır və burada manqan nə olacaq? Qara metal olacaq. Bəli, bunları öyrənək, diqqətlə baxaq ki, testlərdə çaşmayaq. Nazik təbəqə metal nədir? Nazik təbəqə metal. Nazik vərəq necə olur? Nazik olur da, düzdür. Baxın,
Bu vərəq kağızdan hazırlanır. Təbəqə metal isə metaldan hazırlanır. Bəs görək bunun qalınlığı nə qədərdir? Qalınlığı 2 mm-ə qədərdir. Deməli, belə yadımızda saxlayaq ki, qalınlığı 2 mm-ə qədər olan metal vərəqlərə nazik təbəqə metal deyilir. Nazik təbəqə metal biz demək olar ki, gün ərzində çox görürük. Məsələn, məişət əşyalarında biz hansı ki, soyuducunun belə deyək metalla səthinin örtülməsidir, paltar yuyan maşındır. Yəni, çox avadanlıq sadalaya bilərik. Konserv bankalarıdır. Qalınlığı 2 mm-ə qədər olan metal vərəqlərə nazik təbəqə metal deyilir. Qalınlığı nə qədər oldu? 2 mm. Biz dedik ki, əlvan metallar bir neçə metalın qarışığından əmələ gəlir. Deməli, nazik təbəqə metaldan söhbət düşmüşkən, gəlin baxaq. Nazik təbəqə metallar poladdan, alüminiumdan, düralüminiumdan, mis, laton və başqa metal ərintilərindən hazırlanır. Polad, alüminium, laton, mis, bir də düralüminium. Bunların başlıqlarını yadımızda saxlaya bilərik. Deməli, polad, alüminium, düralüminium, laton, mis və ya başqa metal ərintilərindən nə hazırlanır? Nazik təbəqə metal hazırlana bilir. Bəs gəlin görək, polad nə idi? Əlvan metal idi, yoxsa ki, qara metal idi? Bəli, polad əlvan metaldır, hansı ki, üzr istəyirəm, qara metaldır, hansı ki biz dedik, dəmir və onun ərintisindən yaranır. Çuqundur, poladdır, manqandır. Bax, bu üçünü biz qara metal kimi öyrəndik. Polad necə metaldır? Polad bərkdir və ağırdır. Belə möhkəmdir. Bərkdir, ağırdır. Bəs nədən yaranır? Dəmirlə karbonun ərintisindən ibarətdir. Dəmirlə karbonun ərintisindən. Gəldik alüminiuma. Alüminium qara metal idi, yoxsa əlvan metal idi? Alüminium əlvan metaldır. Bəli, baxın, alüminium. Qara metallar hansılar idi? Çuqun, polad, manqan. Bunları üst-üstə deyirəm ki, unutmayaq. Alüminium gümüşü rəngdə yumşaq və yüngül metaldır. Bərk ağır metal hansı idi? Bəli, bərk ağır metal polad idi, qara metal idi. Yumşaq, yüngül, gümüşü rəngdə olan alüminiumdur. Bəli, şəkildə də görürük. Alüminiumdan hazırlanmış məmulatlar. Alüminiumu bildik, yumşaqdır, yüngüldür. Gəlin indi düralüminiuma baxaq. Düralüminium. Baxın, həm alüminium, həm də misdən istifadə olunub. Həm alüminium, həm də misdən. Bunları əridib, nə yaradıblar? Düralüminiumu yaradıblar. Alüminiumla misin qarışığı. Alüminium plus mis. Deməli, polad necə idi? Poladda dəmir. Bunları Mendeleyev cədvəlinə görə də yaza bilərik. Dəmir, ferium, karbon. Dəmirlə karbon. Karbon. Dedik ki, düralüminium alüminiumla misin qarışığından yarandı. Bəs mis necə metaldır? Mis qırmızı rənglidir, ağır metaldır. Mis qırmızıdır, ağır metaldır. Bu öyrəndiklərimizin arasında ağır metalları seçə bilərikmi? Bəli, polad ağır idi, mis ağırdı. Gümüşü rəngdə olan metalları seçə bilərikmi? Bəli, alüminium gümüşü rəngli metaldır. Düralüminium, alüminiumdan misin qarışığı olduğundan biraz gümüşüdən rəngi fərqlənir.
biraz sarıya çalır. Sarı da deməyək belə. Gəldi latuna. Latun misin, bax, misin sinklə qarışığı. Misin sinklə qarışığı nə oldu? Sinklə və başqa metallarla birləşməsi nəyi yaradır? Latunu yaradır. Bəli, misin sinklə və ya başqa metallarla qarışımı latunu yaradır. İndi burada da belə qeyd edək. Mis özümüz üçün qeydlər götürə bilərik. Plus sink plus hər hansı bir əlvan metal. Əlvan metal. Deməli, latun necə yarandı? Mis, sink və başqa metalların birləşməsindən. Və nə rəngdə oldu? Sarı rəngdə oldu. Sarı rəngdə. Yaxşı, qırmızı rəngli metal hansıydı? Qırmızı rəngli metal mis idi. Misdən başqa hansı metalları birləşdirsək, düralüminium alınacaq. Bəli, mislə alüminiumu birləşdirsək, düralüminium alınacaq. Bəs misə sink və ya əlvan metallar, başqa əlvan metallar qarışdırsaq, hansı metal alınacaq? Latun. Bərk ağır metal hansıydı? Polad idi. Sonra dedi, alüminiumla misin ərintisində nə yarandı? Düralüminium yarandı. Sarı metal hansı metaldır? Latundur. Mis, sink və başqa metallarla birləşməsindən yarandı. Qırmızıdır, eyni zamanda ağır metaldır. Bu söhbət hansı metaldan gedir? Misdən gedir. Ümidvaram ki, burada qaranlıq qalan məqam olmadı. Gəlin baxaq. Biz dedik ki, nazik təbəqəli metal nə oldu? Nazik təbəqə metal qalınlığı 2 mm qədər olan metal vərəqləri idi. Amma indi öyrənəcəyik ki, qalınlığı 0,2 0,5 mm qədər, bax qədər deyir, 0,2-0,5 mm qədər olan nazik təbəqəli polada tənəkə deyilir. Tənəkə. Tənəkə. Bəs 2 mm nə qədər hansı idi? 2 mm-də nazik təbəqəli metal idi. Bunu baş hərflərini yazıram. Nazik təbəqəli metal. Nazik qalay təbəqə ilə örtülmüş tənəkəyə ağ tənəkə deyilir. Bəli, biz öyrəndik ki, tənəkə 0,2-0,5 mm qədər olan nazik təbəqəli polad idi. Polad. Əgər qalayla örtülübsə, ağ tənəkə olacaq. Örtüyü yoxdursa, örtüyü olmayan tənəkə qara tənəkədir. Nazik sink təbəqəsi ilə örtülübsə, bəli, bu sinklənmiş tənəkə olacaq. Burada çətin bir şey yoxdur. Tənəkəni öyrəndik nədir? Nə idi tənəkə? Qalınlığı 0,2-0,5 mm qədər olan nazik təbəqəli polad idi. Polad. Bəli, əgər bu poladın üzəri, belə deyək də, nazik qalay təbəqəsi ilə örtülübsə, ağ tənəkə olur. Qələmimi tapa bilmirəm. Tapdım. Bax, ağ tənəkədə nə idi? Qalay. Qalay. Qara tənəkə nə idi? Örtüyü yoxdur. Yoxdur örtüyü. Bəs sinklənmiş tənəkədə nə idi? Sinklə, sink təbəqəsi ilə örtülüb. Bəli. Ağ tənəkədən konserv bankalarının hazırlanmasında istifadə olunur. Bəli, görmüşük yəqin ki. Malako bankalarıdır, konserv bankaları və yaxud da ki, digər qidalar hazırlanır, hansı ki, konserv bankalarında qarıqdalı və s. yəni sadalamaq olar. Bəli, bunlar ağ tənəkədən hazırlanır. Nazik təbəqəli poladdan
Nazik təbəqəli poladdan müxtəlif məişət, sənaye və kənd təsərrüfatı alətləri hazırlanır. Diqqətlə baxaq. Məişət, sənaye və kənd təsərrüfatı alətləri hazırlanır. Bəs bunlar necə hazırlanır? Gəlin diqqətlə baxaq. Nazik təbəqə metal prokat dəzgahlarının köməyi ilə alınır. Prokat dəzgahlarının. Bu zaman metal parçası, baxın, bu metal parçasıdır. Pəstahdır. Metal parçası şəklində olan pəstah fırlanan vallar arasında. Baxın, vallardır. Bunlar deyircəklərdir. Hansı ki, metalın irəli getməsinə şərait yaradır. Əsasən də bax, bu vallardır ki, nazik təbəqə metal yarada bilir. Bu zaman metal parçası şəklində olan pəstah fırlanan vallar arasında lazım olan qalınlıq alınana qədər təkrar keçirilir. Bəli, biz bunu nədə görmüşdük? Qızıllarda nazik təbəqə, belə deyək də, qızıl almaq üçün, qolbaq, sef, sırğa düzəltmək üçün baxmışdıq videoda. Nümunə olaraq onu göndərmişdim sizə, əziz müəllimlər. Bax, ona təkrar baxa bilərik. Deməli, lazım olan qalınlığı alana qədər biz bunu təkrar bu valların arasından keçiririk. Sxemə də fikir versək, bir pəstahdır. Bax, bu pəstahdır. 2 vallardır, 3-dəki deyircəklərdir. Demək olar ki, biz nəyi öyrəndik? Nazik təbəqə metalın alınması, tənəkə nə idi? Tənəkəni öyrəndik. Ağ tənəkə nə idi? Qara tənəkə nə idi? Sinklənmiş tənəkə nə idi? Ağ tənəkədən nəyin istifadə elədik? Nəyin hazırlanmasında istifadə elədik? Nazik təbəqəli poladdan harda istifadə olunurdu? Bax, bunu öyrəndik. Məişət idi, sənaye idi, bir də kənd təsərrüfatı alətlərində. Yaxşı, bəs biz bunu hansı dəzgahın köməyi ilə, nazik təbəqəli metalı hansı dəzgahın köməyi ilə, prokat dəzgahının köməyi ilə aldıq? Və prokat dəzgahında necə istifadə etdik? Deməli, metal parçası fırlanan valların arasında bizə lazım olan qalınlıq nə qədərdirsə, bax, təkrar keçirməklə nazik təbəqə metalı aldıq. Daha sonra bura kimi öyrəndik. Nazik təbəqəli metal hansı metallardan alınır? Polad, alüminium, düralüminium, mis, laton və başqa metal ərintilərindən hazırlanır. Poladın xarakterini öyrəndik. Alüminium, düralüminium, mis, laton, yəni bunları öyrənmiş olduq. Və metallar hansı hissələrə bölündü? Qara, əlvan metallar. Qara metallar nə idi? Əlvan metallar nə idi? Bax, bunları, bir də nazik təbəqə metal nə idi? Bunları öyrəndik artıq. Hal-hazırda öyrənəcəyimiz məftil. Nədir məftil? En kəsiyi. Bax, en kəsiyi haradır? Baxın, burada məftili göstərir. Bax, bunun hansı ki, bu hissəsi en kəsiyidir. Bu dairə də ola bilər, kvadrat da ola bilər. Qeyd edirəm, bura dairə də ola bilər, kvadrat da ola bilər və ya üçbucaq şəklində də ola bilər. Üçbucaq şəklində. Deməli, en kəsiyi dairə, kvadrat və üçbucaq şəklində olan nazik metal saplara nə deyildi? Məftil deyildi. Bəli. Məftil bəs nədən hazırlanır? Poladdan, alüminiumdan, misdən, latondan. Bunun baş hərflərini yazsaq, polad, mis, alüminium və laton. Bəli, PMAL. Yəni bu formada biz baş hərfləri kodlaşdıra bilərik. Bəli, bu metallardan bəs necə? Prokat üsulu ilə və çəkmə üsulu ilə biz məftil ala bilirik. Prokat üsulu bildik ki,
valların arasından keçirməklə. Bəs çəkmə üsulu nədir? Müəllimlər, gəlin baxaq. Bax, A şəklində prokatlı vallar arasından keçirilir. Çəkmə üsulunda isə hansı ki metaldır və onun belə deyək də, xırda-xırda deşiklər var. O deşiklərdən bu metalı, belə deyək də, metalı çəkməklə biz çəkdikcə o da istədiyimiz nazikliyə gəlib çıxa bilir. Ən kəsi istədiyimiz ölçüyə gəlib çıxa bilir. Deməli, bu cümlədən biz nə öyrəndik? Məftillər poladdan, alüminiumdan, misdən, latundan hazırlanır və prokat üsulu ilə, bir də çəkmə üsulu ilə hazırlanır. Prokat üsulu ilə prokat dəzgahlarında, baxın, bu fırlanan vallardır. Fırlanan vallar arasında uzun pəstahı sıxmaqla, uzun pəstahı bu vallar sıxır və alınan məftil nə olur? Katanka olur. Deməli, katanka nə oldu? Vallar arasında neynədik? Biz uzun pəstahı sıxmaqla aldıq. Katankanın ən kəsiyinin diametri 5 mm-dən artıq olur. Bəli, bax, buradan alınan nə oldu? Katanka 5 mm-dən artıq olur. Daha nazik məftil, baxın, daha nazik məftil deyir. Daha nazik məftil çəkici dəzgahlarda katankadan, bax 5 mm-dən artıq olan məftili götürürük. Neyinirik? Bax, çəkmə üsulu ilə nazik məftil alırıq. Deməli, əvvəlcə neynədik? Metalı, nazik, uzun metalı, belə deyək, uzun metalı prokat dəzgahından keçirtdik. Əgər nazik məftil almaq istəyiriksə, çəkmə üsulundan istifadə etməklə neyinirik? Nazik məftillə ən kəsiyə, belə deyək də, az olan, nazik olan məftilləri alırıq. Bu zaman katanka müəyyən formalı və ölçülü deşikdən keçirilir. Bunu da müəllimlər sizə göndərmişdim. Katanka çəkmə üsulu necə idi? Xırda-xırda, baxın, deşiklər var idi. Yəni, baxın, burada belə xırda-xırda deşiklər var idi. Məftili biz çəkməklə müəyyən ölçülü, müəyyən formalı belə deşiklərdən keçirməklə aldıq. Məftildən nə hazırlanır? Elektrik naqilləri, mismarlar, vintlər, şuruplar, pərçimlər, yaylar və bir çox başqa məmulatlar hazırlanır. Bax, burada diqqətli olun. Məftildən nə alınır? Naqil, mismar, vint, şurup, pərçim, yay və bir çox başqa məmulatlar hazırlanır. Bu slaydımıza da bir göz gəzdirək və təhlükəsizlik qaydalarına baxaq. Deməli, məftil hansı hissələrdən, məftil ən kəsiyi necə idi? Ən kəsiyi dairə idi, kvadrat idi, bir də üçbucaq şəklində idi. Bəs hansı üsullarla aldıq biz məftili? Prokat və ya çəkmə üsulu ilə ala bildik. Bəs hansı materiallardan, hansı metallardan? Poladdan, alüminiumdan, misdən, latundan kodlaşdırdıq. Bax, bu formada yadımızda saxlaya bilərik. Bəs katanka nə idi, müəllimlər? Hansı ki, biz prokat üsulu ilə prokat dəzgahında fırlanan vallar arasında uzun pəstahı sıxmaqla aldığımız məftil nə oldu? Katanka oldu. Ən kəsiyi nə qədər idi? 5 mm-dən artıq. Ola bilsin ki, testlərdə versin 5 mm-dən az. Xeyr, 5 mm-dən artıq olacaq nə? Katanka. Deməli, diametrdən söhbət gedir də burada. Diametri 5 mm-dən artıq olmalıdır. Və biz katankadan çəkmə üsulu ilə daha nazik məftil ala bilərik. Hansı dəzgahda? Çəkici dəzgahda. Deməli, bizim iki dəzgahımız var burada. Prokat dəzgahı, bir də çəkici dəzgah. Prokat dəzgahından aldıq katanka, prokat üsulu ilə aldıq katanka. Çəkmə dəzgahında, çəkici dəzgahlarda, belə deyək də, çəkmə üsulu ilə aldıq nə? Daha nazik məftil. İnanıram ki, müəllimlər, burada çətinliyiniz olmayacaq. Deməli, məftildən də biz nə alırıq? Elektrik naqilləri,
mismarlar, yaylar, pərçimlər, vintlər, mismarlar, şuruplar. Elə bilirəm, mismarı bir dəfə demişdim və başqa məlumatlar ala bilirik. Nazik təbəqə metalı əydikdə təhlükəsizlik qaydaları. Deməli, biz əgər nazik təbəqə metalı əyiriksə, bizə nə lazımdır? Saz alətlər lazımdır. Yalnız saz alətlərlə işləmək lazımdır. Məncənədə pəstahı mütləq etibarlı bərkitmək lazımdır. Bəli, əgər biz nazik təbəqə metal əyiriksə, istifadə ediriksə ondan, onu mütləq şəkildə məncənədə bərkitməliyik ki, tərpənməməlidir. Tərpəndi, bizim işimiz ləngiyəcək. Və yaxud da zədələyə bilərik, özümüzdə zədələyə bilərik. Deməli, birinci qayda nə oldu? Saz alətlərlə işləyirik. İkinci qayda nə oldu? Pəstahı mütləq şəkildə məncənədə etibarlı bərkidirik. Üçüncü qaydamız nə olacaq? Biz bunu oduncaqdan da bilirdik. İşləyən şəxsin arxasında dayanmaq olmaz. Bəli, adamın fikri yayılmış ola bilər, arxadakı insanı görməyə bilər. İndi əlində çəkic varsa, hər hansı bir kəsici alət varsa, arxadakı insan zədələnə bilər. Deməli, nə edirik? İşləyən şəxsin arxasında dayanmırıq. Alətləri iş verstaqının kənarına qoymaq olmaz. Deməli, iş verstaqı bunu növbəti mövzuda öyrənəcəyik. Alətləri iş verstaqının kənarına qoymaq olmaz. Əymə zamanı sol əli əymə yerinə yaxın tutmaq olmaz. Biz nazik təbəqə metalı əyiriksə, bəli, bax, bu sol əlimizdən ehtiyatlı oluruq. Sol əli əymə yerinə yaxın tutmuruq. Deməli, 5 qaydamız var. 5 qaydadan biri saz alətlərlə işləyirdi, etibarlı bərkidirdi, arxada dayanmırdıq. Alətləri verstaqın kənarına qoymurduq. Bir də ki, sol əlimizi əymə zamanı əymə yerinə yaxın tutmuruq. Belə müəllimlər, ümidvaram ki, dəstək göstərə bildim. Ümidvaram ki, sizə qaranlıq qalan məqamları aydınlaşdıra bildim sizin üçün. Mövzumuz bu qədər.